Uşağın fiziki və psixi inkişafını dəstəkləmək üçün əvvəlcə oyun və oyuncaq anlayışlarını fərqləndirməyi bacarmaq lazımdır. Oyun bir prosesdir. Oyuncaq isə həmin prosesdə istifadə olunan vasitələrdən biridir. Əvvəla uşağa yaşından asılı olmayaraq, davamlı şəkildə yeni və çox sayda oyuncağın verilməsi də, bunun sevgi göstəricisi kimi təqdim edilməsi də tamamilə yanlışdır. Çünki bu, uşağın zehni inkişafına mənfi təsir göstərən bir davranışdır. Uşağa onun yaşına uyğun standartlarda, keyfiyyətli materialda və ən əsası onun inkişafını dəstəkləyəcək oyuncaqlar verilməlidir. Çoxlu oyuncağı varsa, onları hissələrə bölüb bir müddətdən bir əvəzləmək lazımdır. Bundan əlavə, uşaqlarla birlikdə oyun oynamaq və ya oyun prosesində onları yaxından izləmək, onlara verdiyimiz oyuncaqlardan daha faydalı və inkişaf etdiricidir.